İbn-i Qayyum rahimehullah günahların zərərlərindən, cəzalarından birinin də da'fu ta'zimillahi Teala, Allahı təzim etməyin zəifləməsi. Yəni qəlbdə olan Allahı təzim etməyin zəifləməsidir. Buna gətirib çıxardır. Ənəhə tud'ifil qalbi ta'zimə Rabbi cəllə cəlaluhu. Günahlar qəlbdə Rəbbə olan təzimi zəiflədir. Bu da mütləqdir. İnsan istəsə də, istəməsə də. وَلَوْ تَمَكَّنَ وَقَارُ اللّٰهِ وَعَظَمَةُ فِي قَلْبِ الْعَبْدِ لَمَا تَجَرَّ عَلَى مَعَاصِيهِ. Əgər qəlbdə Allahı təzim etmək yerləşsəydi, insan günahlara qarşı cürətli olmazdı. Yəni, günahları cürətlə işləməzdi. وَرُبَّمَا اِغْتَرَّ الْمُخْتَرُ وَقَالَ إِنَّمَا يَحْمِلُنَا عَلَى الْمَعَاصِ حُسْنُ الرَّجَى وَطَمَعِ فِي عَفْوِهِ لَا ضَعْفُ عَظَمَتِهِ فِي قَلْبِ. Ola bilsin, məğrur insan, aldanmış insan deyə bilər ki, məni günaha sövq edən Allah barəsində gözəl zəndə olmaq, gözəl ümid, Allahın bağışlayacağına ümid etməyimdir. Qəlbimdə olan o təzimin zəifləməsi deyildir. Və hədə min müğalatatin nəfsi. Deyir ki, bu insanın özünü çaşdırması, aldatmasıdır. Fə innə azamətəllahi Teala və cəlaləhu fi qalbil abdi təqtadi ta'zimə hurumatihi. Çünki insanın qəlbində olan Allahı təzim etməsi, Allahı ucaltması insandan Allah Teala'nın qadağalarını təzim etməsini gərəkdirir. Və Allah Teala'nın əmirlərini və qadağalarını təzim etmək insanla günahlar arasında bir mani olur. Yəni, o təzim insanı günahlardan qoruyur. وَالْمُتَجَرِّئُونَ عَلَى مَعَاصِيهِ مَا قَدَرُ اللّٰهِ حَقَّ قَدْرِهِ. Günahları cürətlə edən insanlar Allahı haqqıyla dəyərləndirməmişlər. Allahı haqqıyla qiymətləndirməmişlər. وَكَيْفَ يَقْدِرُهُ حَقَّ قَدْرِهِ اَوْ يُعَظِّمُهُ وَيُكَبِّرُهُ وَيَرْجُ وَقَارَهُ وَيُجِلُّهُ مَنْ يَهُونُ عَلَيْهِ أَمْرُهُ وَنَهْيُهُ. Necə ola bilər ki, insan Allahı haqqıyla qiymətləndirsin, ucatsın və ona Allahın əmri və qadağanı yüngül gəlsin, aşağı gəlsin. Hədə min əmhəlil muhal. Və sözsüz ki, bu mümkün olmayan bir məsələdir. Əgər qəlbdə təzim böyüyərsə, ucalarsa, insan Allahın əmrini də ucaldacaq. Allahın əmrini ucaltmaq, əmirləri qorumaq deməkdir. Və qadağaları ucaltmaq isə və ondan uzaqlaşmaqdır. Bu da açıq aydın bir batildir ki, qəlbdə təzim ucaldıqca insanı günahlardan çəkindirməlidir. Əgər çəkindirmirsə, yəni mümkün deyil, yəni belə bir sözün olması ki, mən sadəcə Allahın əfvinə ümid edirəm. وَكَفَى بِالْمَعَاصِ عُقُوبَةً أَنْ يَضْوَحِلَّ مِنْ قَلْبِهِ تَعْظِيمَ اللّٰهِ جَلَّ وَجَلَالُهُ. Yəni, günahların cəzası olaraq kifayət edər, yəni insana yetər ki, qəlbdə olan o təzimin əriməsi, Allaha olan təzimin əriməsi və həmçinin Allahın qadağalarını ucaltmağın əriməsi, yoxa çıxması. وَاِنْ بَعْضِ عُقُوبَاتِ هَذَا. Və həmçinin bunun bəzi cəzalarından da odur ki, ən yərfə Allah azze və cəllə məhəbbətəhu min qulubil xalqi. Allah Teala o insanın, günaha asanlıqla düşən insanın, günahkarın heybətini insanların qəlbindən qaldırır. Heybətini insanların qəlbindən qaldırır. Heybət də sevərək insanın təzim olunmasıdır. Və yəhun aleyhim və yəstəxiffun bihi. Artıq o insan, onların da, insanların da gözündən düşür və insanlar da onu ələ salır, aşağılayır.
Kəmə hənə aleyhi əmruhu və istəxaffə bihi. Necə ki, o insana Allahın əmri asan olmuşdu, aşağı olmuşdu. Allahın əmrini ələ saldığına görə o da insanlar tərəfindən o cür qarşılanır. Və alə qadri məhəbbətil abdi yuhibbuhun nəs. İnsan Allahı sevməsinə görə insanlar da onu sevir. Və alə qadri xavfihi minallah yaxafuhul xalq. Allahdan qorxmasına görə insanlar da ondan qorxur. Və alə qadri ta'zimihi lillahi və hurumatihi yu'azzimuhun nas. Və Allahı ucaltdığına görə, Allahın hörmətlərini, əmirlərini və qadağalarını ucaltdığına görə insanlar da onu ucaldır. Və keyfə yəntehiku abdun hurumatillahi və yatma'u əllə yentehikən nəs hurumatihi. Necə ola bilər ki, insan Allah Teala'nın hörmətlərini, yəni hörmətlərini deyildiği zaman, haramlarını, əmirlərini və qadağalarını pozsun, sonra bununla yanaşı ümid eləsin ki, insanlar onun hörmətini saxlasın. Bu da mümkün deyildir. Əgər insan Allah Teala'nın hörmətini, haramlarını, əmirlərini və qadağalarını pozarsa, insanlar da onun hörmətini bozacaqdır. Əm keyfə yəhunu aleyh haqqullah və lə yəhunuhu yuhavvinuhullahu alən-nəs. Necə ola bilər ki, insan Allahın haqqını aşağı görsün, aşağılasın və Allah Teala onu insanların gözündə aşağılamasın. Əm keyfə yəstəxifu biməasillah və lə yəstəxifu bihil-əl-xalq. Və yaxud da necə ola bilər ki, insan günahlara qarşı biganə olsun və o insanlar tərəfindən biganə qarşılanmasın. وقد أشار سبحانه إلى هذا في كتابه عند ذكر عقوبات الذنوب. Allah Teala buna öz kitabında günahların cəzasını zikr edərkən işarə etmişdir. وَأَنَّهُ أَرْكَسَ أَرْبَابَهَا بِمَا كَسَبُوا. Allah Teala günah sahiblərini təpəsi aşağı çevirmişdir. Yəni əvvəlki vəziyyətinə qaytarmışdır. Yəni, günahlar insanın təpəsi üstə çevrilməsinə səbəbdir. Yəni, əvvəlki vəziyyətinə qayıtmasına səbəbdir. Çünki Allah Teala Nisa surəsində buyurur, وَاللّٰهُ أَرْكَسَهُمْ بِمَا كَسَبُوا. Allah Teala onları etdiyi günahlarına görə əvvəlki vəziyyətinə qaytarmışdır. وَغَطَّ عَلَى قُلُوبِهِمْ. Onların qəlblərini örtmüşdür. فَطَبَ عَلَيْهَا بِذُنُوبِهِمْ. Və günahlarına görə onların qəlblərini mühürləmişdir. وَأَنَّهُ نَسِيَهُمْ كَمَا نَسُوهُ. Onlar Allah'ı unuttuklarına görə Allah onları unutmuşdur. وَأَهَانَهُمْ كَمَا أَهَانُ دِينَهُ. Onlar Allah'ın dinini aşağıladığına görə Allah Teala da onları aşağılamışdır. وَضَيَّعَهُمْ كَمَا ضَيَّعُوا أَمْرَهُ. Allah Teala'nın əmrini zay etdiklərinə görə Allah Teala da onları zay etmişdir. وَلِهَذَا قَالَ تَعَالَ فِي آيَةِ سُجُودُ الْمَخْلُوقَاتِ لَهُ. Buna görə də Allah Teala məxluqatın Allaha səcdə etməsi haqqında olan ayədə deyir, Həc surəsi 18-ci ayədə, وَمَنْ يُهِنِ اللّٰهُ فَمَا لَهُ مِنْ مُكْرِمٍ. Allahın alçatdığını kim qaldıra bilər? Allahın aşağıladığını, alçatdığını kim hürmətləndirə bilər? فَإِنَّهُمْ لَمَّا هَانَ عَلَيْهِمُ السُّجُودُ لَهُ وَاسْتَخَفُّوا بِهِ وَلَمْ يَفْعَلُوهُ أَهَانَهُمُ اللّٰهُ. Belə ki, onlara Allaha səcdə etmək aşağı gəldiyinə görə və ona biganə yanaşdıqlarına görə Allah da onları aşağılamışdır. فَلَمْ يَكُنْ لَهُمْ مِنْ مُكْرِمْ بَعْدَ أَنْ أَهَانَهُمُ اللّٰهُ. Allah Teala onları alçatdıqdan sonra onları hörmətləndirəcək, onları qaldıracaq bir kimsə yoxdur. وَمَنْ ذَا يُكْرِمُ مَنْ أَهَانَهُ اللّٰهُ. Allahın alçatdığını kim qaldıra bilər? اَوْ يُهِينُ مَنْ أَكْرَمَهُ اللّٰهُ. Və yaxud Allahın qaldırdığını, Allah Teala'nın hörmətləndirdiyini kim alçalda bilər? Həmçinin günahların cəzalarından nimətlərin itməsidir. Ənəhə tuzilu ən-ni'amə və təhillun niqam. Günahlar nimətləri itirir
və yerinə müsibətlər gətirir. فَمَا زَالَتْ عَنِ الْعَبْدِ نِعْمَةٌ إِلَّا بِذَنْبٍ Və insandan itən hər hansı bir nemət günaha görədir. وَلَا حَلَّتْ بِهِ نِقْمَةٌ إِلَّا بِذَنْبٍ Və hər gələn bir cəza günaha görədir. Necə ki, Ali ibn Əbi Talib radiyallahu anh deyir ki, مَا نَزَلَ بَلَوْ إِلَّا بِذَنْبٍ وَلَا رُفِعَ إِلَّا بِتَوْبَةٍ Hər nazil olan, baş verən bəla günaha görədir və yalnız tövbə ilə də qaldırılır. Və Allah Teala Şura surəsi 30-cu ayda buyurur, وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ Sizin başınıza gələn hər bir nemət və hər bir müsibət qazandığınız günahlara görədir. Başınıza gələn hər bir müsibət qazandığınız günahlara görədir. وَيَعْفُ عَنْ كَثِيرٍ Yəni Allah Teala çoxundan keçir. Yəni Allah Teala hər bir günaha görə cəza versəydi, yer üzərində canlı belə qalmazdı. Ənfəl surəsi 53-cü ayədə Allah Teala buyurur, ذَلِكَ بِأَنَّ اللّٰهَ لَمْ يَكُ مُغَيِّرًا نِعْمَةً أَنْعَمَهَا عَلَى قَوْمٍ حَتَّى يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ Bu da ona görədir ki, Allah Teala bir qövmə verdiyi neməti dəyişməz, onlar öz nəfslərində dəyişikliyə yol vermədikcə. فأخبر تعالى أنه لا يغير نعمه التي أنعم بها على أحد حتى يكون هو الذي يغير ما بنفسه. Yəni Allah Teala xəbər verir ki, bir kəsə verdiyi neməti aradan qaldırmaz, dəyişməz, insan özünü dəyişmədikcə. فَيُغَيِّرُ طَاعَةَ اللّٰهَ بِمَعْصِيَتِهِ Yəni insan necə dəyişir? İnsan itaəti asiliklə dəyişir. Allaha olan itaəti asiliklə dəyişir. Və şükrahu bi kufrihi və Allaha olan şükrü küfürlə dəyişir. Və əsbəbə ridahu bi əsbəbi səxatihi Allahın razılığına aparan səbəbləri qəzəbinin səbəbləri ilə dəyişir. Fəidə qayyərə quyyirə aleyhi Yəni insan dəyişdiyinə görə ona qarşı da dəyişilir. Yəni Allah Teala əsla heç kimə zülm eləmir. Cəzaən vifaqa müvafiq bir cəza olaraq. Yəni insanın etdiyi əməlin növünə uyğun cəza olaraq. Yəni fikir versə, indi baş verən problemlər, söz-söhbətlərin də səbəbini insan özünə qayıtsa görəcəkdir. Yəni bu boş yerdən deyil. Yəni insan özü dəyişdiyinə görə insan müsibətə düşər olur. İnsan əvvəlki vəziyyətinə, cahil vəziyyətinə qayıdır. İbn-i Qayyim Rahimullah deyir, əgər insan İslama gələn gündən, dinə gələn gündən, nəfsinə qarşı, dünyaya qarşı, şeytana qarşı vuruşmağı davam etdirməsə, sonda fitrətində olan günahlarla qarşılaşacaqdır. Yəni, əvvəlki vəziyyətinə, cahiliyyət dövrünə qayıdacaqdır. Və çox vaxt insanlar belə suallar alimlərə də yönəldir ki, niyə əvvəl biz imanın şirinliyini hiss edirdik, duyurduq, amma indi isə onu duymuruq. Və deyir, onun da cavabı, bu Ra'd surəsi 11-ci ayədir. İnna Allah la yughayyiru ma biqawmin hatta yughayyiru ma bi anfusihim. Allah Teala bir qövmün halını dəyişməz, onlar öz nəfslərində dəyişikliyə yol vermədikcə. İndi öz baxsın. Baxsın, tezə imana gəldiyi zaman nə edirdi? Yəni, hər gün zikirlərdi, Quran'dı, heç olmasa müəyyən qədər oxuyurdu. Və nə vaxt o qardaşlarla bir araya gəldiyi zaman çalışırdı ki, Allah Teala zikr olunsun, fayda versin, faydalansın, dəvət yönlü söhbətlər gedirdi. Amma indi isə yenə həmən insanlarla toplaşır. Yəni Allahı zikr etmək əvəzində kimsə zikr olunur. Filan kəs belə dedi, məsələdə 5 görüş var, 10 görüş var. Yəni nə ilə dəyişildi? Dəyişən kim oldu? Dəyişən insan özüdür. Və insan dəyişdiyinə görə insan müsibətlənib, müsibətə düşər olur. Ən böyük müsibət də insanın özünü unutmasıdır. İnsanın özünü unudaraq öz xeyirlərini bilməməsi, əbədi həyatını qazandıracaq xeyirlərdən məhrum olmasıdır. Ən böyük məhrumiyyət də budur. İnsan beləliklə həm dünyasını itirmiş olur və həm də axirətini Allah qorusun. وَمَا رَبُّكَ بِظَلَّمٍ لِلْعَبِيدِ Sənin Rəbbin əsla bəndələrinə zülm edən deyildir. Deməli, belə bir şeylə olduğu zaman insan özünə qayıtmalı və tövbələr güclənməlidir ki, güclü şəkildə yenə hal yaxşıya doğru dəyişsin. Deməli, insanın halının yaxşıdan pisə doğru dəyişməsi səbəb insan özüdür. İnsan öz nəfsində dəyişikliyə yol verdiyinə görə hal dəyişilir və əgər istəyirsə onu yenə halı yaxşıya doğru dəyişsin, yenə özündə, yenə məclislərini xeyli söhbətlərlə, dedikodu ilə yox, xeyli söhbətlərlə keçirməlidir ki,
Yəni Allah Teala onun halını yaxşı doğru dəyişsin. فَإِنَّ غَيَّرَ الْمَعْصِيَةَ بِالطَّاعَةِ غَيَّرَ اللّٰهُ عَلَيْهِ الْعُقُوبَةَ بِالْعَافِيَةِ Əgər insan o asiliyi, günahı itaətlə dəyişdirərsə, Allah Teala ona olan o cəzanı afiyyətlə dəyişdirər. Zəlilliyi izzətlə dəyişdirər. Allah Teala buyurur: İnnallaha la yughayyiru ma biqaumin hatta yughayyiru ma bi anfusihim ve iza arada Allah biqaumin su'an fala maradda lahu ve ma lahum min dunihi min wal. Allah Teala bir qövmin halını dəyişməz, onlar öz nəfslərində dəyişikliyə yol vermədikcə. Bu hər bir məsələdə insan özünə qayıtmalıdır. Əgər halında pisliyə doğru dəyişik varsa, özünə qayıtmalıdır. Və qayıtmalıdır ki, nəfsində nə kimi günahlara yol verir. Yəni, bəzən insan günahı, yəni burada nə günah var? Bəlkə də ona elə gəlir ki, onun dedikodusu, boş-boş söhbətlər ona günah kimi sayılmır. Və xüsusən də, yəni bu məsələ dini məsələdir, ümmət barəsində olan məsələlərdir. Bu daha dəhşətlidir. Daha dəhşətlidir. İbn Qayyim rahimehullah, yəni Allahın adından elimsiz danışmaq şirkdən də şiddətli günah olaraq getirir. Bəlkə insan da bəlkə də məhəl qoymur ki, günahdır. A'raf surəsi 33-cü ayədə görə deyir ki, Qul innəmə harramə rabbiyəl fəvahişə mə zahara minhə və mə batan. De ki, Rəbbim mənə haram etdi bütün fuhuş işləri, zahir və batini. Vəl ismə vəl bəğyə bi qeyril haqq. Bundan da daha şiddətli olan günah və azğınlığı, haqsız yerə azğınlıq etməyi. Sonra üçüncü, bundan da daha şiddətli olan və ən tüşriku billahi mə ləm yunəzzil bihi aleykum sultanə. Və üçüncü isə Allaha şərik qoşmağı, bundan da şiddətli olan. Dördüncü, bundan da daha şiddətli olan və ən təqulu aləllahi mə lə tə'ləmun və Allaha qarşı Allahın dinindən, Allahın adından elimsiz danışmaq. Allahın adından bu belədir, bu belə deyil, haramdır, halaldır, küfürdür, küfür deyil. Bu kimi məsələləri insan elimsiz danışması şirkdən də şiddətli günahdır. Allah qorusun. Allah da fitnələrdən qorusun. Allah da hər bir günahdan, günahın şərrindən qorusun. İxlasla.com saytı tərəfindən təqdim olundu.